Salam əziz Sport 1 izləyiciləri, Dünya Çempionatı özəl verilişi efirdədir. Həmişə kimi Məlikin Sultanla hər birinizi salamlayıram. Bugün xüsusi bir qonağım var. Kəpəzin Media və Marketing Departamentinin rəhbəri Gəray Qiyasov. Gəray bəy, xoş gəlmisiniz. Xoş gördük. Hamıya verdiyim bir sual var. Səmimi olaraq demənizi istəyirəm. Dünya Çempionatı oyunlarının hamısını izləyə bilirsinizmi? Əlbəttə ki, hamısını izləmək biraz mənim üçün fantastik olar. Yəni gecə səhər saatlarında, gecə saatlarında olan oyunlar. Təbii ki, maraqlı oyunlar olanda məcbur yuxuna haram qatırsan və baxırsan. Amma bəzən o maraqlı oyunlardan da daha üstün, daha vacib şeylər olur ki, məcbur yatmalısan ki, səhər tez durasan. Ona görə təəssüflər olsun ki, bu çempionatın bütün oyunlarına baxa bilməmişəm. Sizin Almaniya azarkeşi olduğunu bilirəm. Düzdür, Almaniyaya aid bugün heç nə yoxdur, amma mənə maraqlıdır. Heç kim Almaniyanın favorit hesab eləmirdi bu turnirdə, amma 2-də 2 eləyiblər. Nə düşünürsünüz? Almaniya favorit olmayan bir mundialda çempion olmağı bacara bilər, yoxsa yox? Əslində, bu çempionata nəzər salsaq, yəni çempionatın aşkar favoriti, yəni gözünü yumub bu komandanın adını çəkirsən, elə bir komanda məncə hələ ki yoxdur. Bu da müəyyən reglamentdən və s. bəzi şeylərdən asılıdır ki, komandalar tam güclərini ortaya qoymurlar. Niyə də yox? Yəni, ən azı 2022 və 2018-ci ildəki Almaniyadan indiki Almaniya qat-qat güclüdür, daha istəklidir, daha sistemlidir. Ona görə də yəni, mümkündür, ola bilər. Ən azı mən bir azarkeş kimi inanıram. Keçək oyunlara, ümumiyyətlə mundial başlayanda ötən mundialın qalibi olsa da favorit göstərilməyən bir komanda var idi, Argentina. Şəxsən mənə təəccüblü gəlirdi, çünki ekspertlər həm Azərbaycanda, həm dünyada Argentinanı favorit göstərmirdilər. Amma deyəsən Messi deyir ki, yox, mən komandamı çempion etmək istəyirəm. Çünki komanda 5 qol vurub, 5-ində Messi vurub. Argentina dünən axşam Avstriyanı 2-0 hesabı ilə məğlub etdi. Yenə Messi qələbə qazandırdı Argentinaya. Əvvəlcə oyun haqqında fikirləriniz maraqlıdır. Argentinanın oyunu çempionatdan əvvəl favorit saymırdılar, amma istənilən halda son dünya çempionlarıdır. Yəni onları siyahıdan silmək, ən azı biraz yumuşaq desək peşəkarlıq deyil. Bu Argentinanın çempion kimi yəni turnirə başlaması da əslində Argentina üçün üstün bir cəhəti var bunun. Artıq komandanın üzərində təzyiq yoxdur. Son 2022-ci ilə qədər komanda, xüsusən də Messi, sanki hər çempionata təzyiqlə çıxırdı ki, yəni sənin bütün titulların var, amma dünya çempionu olmamısan. Demək ki, sən Maradona deyilsən. Maradona Argentinanı tək başına çempion edirdi, amma sən Argentinanı çempion edə bilmirsən. Sanki bu təzyiq var idi Messinin üzərində, amma ötən çempionatda Messi, həm də komandası bu təzyiqi artıq aradan qaldırdı. Bu çempionata indi yəqin ki, fikir vermişsiniz ki, Argentina daha rahat çıxır, daha sərbəst çıxıb və istədiyi oyunu da nümayiş elətdirə bilir. Bu bir tərəfdən həm müsbət məqamdır, həm mənfi məqamdır. Müsbət məqam dedim. Mənfi məqam da odur ki, artıq düzdür, ekspertlər Argentinanı favorit kimi görməsələr də istənilən rəqib Argentinaya qarşı artıq dünya çempionunla, yəni dünya çempionunla oynayır və ona uyğun hazırlaşır. Yəni daha ciddi hazırlaşır, daha məsuliyyətli hazırlaşır. Bu da gələcəkdə növbəti mərhələlərdə Argentina üçün problem yarada bilər. Elə mən o nöqtəyə gəlmək istəyirdim. Belə baxanda nə Əlcəzair, nə Avstriya, nə İordaniya Argentinaya o qədər də bab komandalar deyil. Biraz Avstriya ola bilərdi, yəni Avropa futbolunun orta bab komandalarından biri. Dünənki oyunda da biz bunun çətinliyini gördük. Bəli, gördük. Messi hətta hat-trick edə bilərdi, penalti qaçırdı. Bu məsələ də var. Sadəcə olaraq belə deyək də, növbəti mərhələlərdə ya play-offda və yaxud da ya 8-də 1-də Fransa, olsun Fransanın qrupunda məsəl üçün İsveç var.
onlarla görüşdə, İngiltərə bu tipdə komandalarla oyunda indi hər komandanın hələ ki 2 oyunu izləmişik də. Bu gün sonuncu komandaların 2 oyunlarını izləyəcəyik. Sonuncu qrupda görəcəyik oyunları. Argentina bu komandalardan üstündürmü? Məsələn elə Almaniyadan oyunları müqayisə eləsək, Krasaya 7-1 hesab ilə qalib gəldi. Düzdür, Côte d'Ivoire, yəni fil dişi sahillərinə çətinliklə 2-1 hesab ilə qalib gəldi. Müqayisə eləsək daha üstün oyun kim sərgiləyir sizə? Ümumi müqayisə tək oyun üslubundan yox, heyət baxımından müqayisə eləsək, yəni reallığı danışsaq, Argentina heyət baxımından Almaniyadan daha güclüdür. Elə oyunu da yəni nəzərə alsaq, oyunlarda da düzdür Almaniya 7-1 hesabı ilə qələbə qazandı, amma Curaçao kimi komandadan bir gol buraxdı. Bəli. Côte d'Ivoire da demək olar ki, son dəqiqələrdə vurduqları qollarla məğlub elədilər. Bir qədər Almaniyanın işi hələ ki çətin gedir və müdafiədə xüsusən problem var və müdafiənin əsas dayaqlarından biri olan Schlotterbergin də zədələnməsi, yəni gələcəkdə növbəti mərhələlərdə böyük problem yarada bilər Almaniya millisi üçün. Almaniyanın rəqiblərindən biri 8-1 finalda Norveç və ya Fransa ola bilər və düşünürəm ki, elə bu komandalarla oyunda müdafiənin o dayağının itməyi öz mənfi təsirini göstərə bilər və elə Argentina ilə bilmirəm hansı mərhələdə rəqib ola bilərlər. Norveç, Fransa və ya Almaniya, amma onu da zaman göstərəcək. Çünki əvvəldə də qeyd etdiyim kimi bir qədər reqlament favoritlərin tam potensialını yəni görməyimizə mane olur. Əvvəlki çempionatlarda ən azı ilk 2 turda var güclərini qoyurdular ki, heç olmasa 6 xal qazanaq, son turda da heç edib yəni 8-1 finala vəsiqə qazana bilərik, amma indiki mundial elədir ki, birinci oyunda 6-7 dənə qol vurdun, növbəti oyunlarda uduza da bilərsən, minimal hesabla, çünki ən yaxşı 3-cü kimi artıq sənin qrupdan çıxmağın demək olar ki, təmin olunub. Bu səbəbdən də yəni komandalar, əsas favoritlər var güclərini ortaya qoymurlar. Mənə elə gəlir ki, çempionat elə 8-1 final mərhələsindən başlayacaq və orada biz artıq kimin kim olduğunu və necə çempionata hansı səviyyədə, hansı dərəcədə, nə dərəcədə hazır olduqlarını onu da biləcəyik. Fransa İraqı 3-0 hesabı ilə darmadağın etdi. Əslində mən daha çox gol gözləyirdim. Düzdür, hava şəraiti də problem yaratdı. İlk hissədən sonra 2 saatlıq fasilə oldu qasırğa səbəbindən. Amma Mbappé'nin dubl etməsi göstərir ki, Fransalı ulduz deyir ki, yəni təkrarlamalıyam. Növbəti dəfə dünya çempionu və özünün ən yaxşı olduğunu sübut eləmək istəyir. Çünki İspaniyada işlər yaxşı getmir, Real Madridlə işlər yaxşı getmir. Dəhşətli şəkildə böyük problemlər yaşayır. Hətta gedəcəyini də düşünənlər var, transfer etmək istəyən komandalar, ümumiyyətlə komanda yoxdur. Bir səhv eləmirəmsə Manchester United düşünür, səhv eləmirəmsə, bir də Manchester City. Yəni başqa almaq istəyən komanda yoxdur Mbappé'ni. Hər halda buna Mbappé'nin dəyəri də bahadır. Yəni sırf maddi dəyəri bir qədər buna imkan vermir. Avropadan elə bir nömrəli bunu edəcək komanda, yəni City-dir və yaxud da hansısa ərəb ölkəsində o maksimum ora gedə bilər. O səbəbdən də mən düşünmürəm əslində Mbappé'nin Realdan ayrılacağına. Mourinho gəlir, böyük ehtimal yəqin ki, o biraz aqressiv futbolçudur. Mourinho bir qədər o ulduz futbolçularının və biraz Lorellə desək göylə gedən ulduz futbolçularının yəni ipini çəkməyi bacaran bir məşqçidir. Hər halda məncə elə növbəti mövsümdə Mbappé Realda qalacaq və Mourinho əgər bir mövsümdən sonra da Madriddə işini davam eləsə, artıq Mbappé'nin onda taleyinə aydınlıq gələ bilər ki, Mourinho onu istədiyi səviyyə yəni çatdıra bildimi, yoxsa bilmədimi? Çempionata gəldikdə Mbappé yəni istədiyini hələ ki edə bilir. 2 oyuna 4 gol vurub, onun özü
pis göstərici yox, elə əla bir nəticədir ki, daha yaxşısını təkmə hiss eləyib 5 qol. Elə Argentina millisinin bütün qollarını Messi vurub, amma Mbappé'nin bir üstünlüyü odur ki, yəni komandada tək deyil. Qol vuranlar da var Mbappé'dən başqa. Yəni istənilən halda Fransa millisinin də heyəti kifayət qədər güclü bir heyətdir. Hətta Fransada olan hücumçular, ehtiyatda qalan hücumçular digər hansısa təbii ki, yəni outsider komandalardan söhbət getmir, lap elə favorit komandalardan gedir ki, yəni o komandalarda əsas heyətdə yer ala biləcək hücumçulardır. Yəni bu Fransanın üstünlüyüdür təbii ki. Yəni qarşıdakı oyunlarda hansısa Mbappé'nin məsəl üçün oyunu alınmadısa, onu əvəz eləyəcək kifayət qədər hücumçular var. Bu baxımından Fransa və Didier Deschamps digər komandalara baxanda bir addım öndədir. Fransanın daha çox favorit hesab edirdilər. Ümumiyyətlə 3 komanda var idi. Əvvəlcədən adları açıqlanırdı. Niderland, Portuqaliya və Fransa daha çox favorit kimi göstərilirdilər. Buna uyğun oyun sərgiləyən məncə hələ ki Fransadır. Çünki həm sən dediyin kimi heyət baxımından çox fantastik heyətləri var. Bəlkə də bu Dechamps'ın özünə bir problem yarada bilər ki, kimi necə oynatsın, kimi necə seçsin, orada problem yaşaya bilərlər. Amma bu iki oyunda göstərir ki, yəni hər şey qaydasındadır, sakitdir, Mbappé də yerindədir. Bir Dembele'nin oyunu orada alınmır. Onlar da ki, yəqin ki, növbəti oyunlarda bəlkə də oyun baxımından alınır, yəni ki, sadəcə qollar. Dembele'nin oyunu alınmır deyəndə ki, Fransa 2 oyuna 6 gol vurulub. Yəni 6 gol vuran komandanın hər halda hücum xəttinə bir qədər yəni haqsızlıqdır demək ki, yəni orada kiminsə oyunu alınmır. Yəni daha çox gol vura bilərdi məsəl üçün. Məsələn Olise'nin oyunu da mənə görə çox fantastik alınır. Həm də birinci oyunda Olise məhsuldar hər iki oyunda, yəni məhsuldar ötürmə. Biraz Olise və 4 məhsuldar ötürməsi var yəni. Biraz Olise və Mbappé'yə nisbətdə Dembele elə sadəcə biraz çox da yox, yəni biraz kölgədə qalıb. Qol baxımından biraz kölgədə qalıb. Fəallıq baxımından, yəni məhsuldarlıq baxımından. Belə deyək, məşqçilərin gördüyü, məşqçi olmayanların görmədikləri məqamlar var ki, yəni hətta məsələn Azərbaycan çempionatında bir futbolçu var, adını çəkməyəcəm. Yəni sırf mən fikirləşirəm ki, mən məşqçi olsam ümumiyyətlə o hücumçunu yəni çalışaram ki, o ümumiyyətlə futboldan uzaqlaşsın. Yəni. Amma məşqçi deyir ki, onun gördüyü oyun rəqiblərini özündən aparmaq, özündə yəni başlarını qatmaq, belə desək, yəni o sırf bu funksiyanı yerinə yetirir və digər oyunçular qol vurur. Bəli. Yəni Dembele də orada qol vurmasa, məhsuldar ötürməklə yadda qalmasa da, hər halda cinahda yəni çox adı elə müdafiəçilər üçün baş ağrısıdır ki, müdafiəçilərin yəni gözdən qoymamağa çalışdığı və bu da digər oyunçuların bir qədər mövqeyini yəni daha belə deyək də, yəni daha yaxşı mövqeyə çıxmaları üçün yəni şərait yaradır. Sənin çəkdiyin misala mən bir misal ad çəkərək demək istəyirəm. Məsəl üçün Leandro Andrade çox məhsuldar futbolçudur. Həm belə fəaldır, həm qollar vurur, asistlər edir, amma yəni Qarabağ azarkeşlər tərəfindən çox sevilmir, kölgədə qalıb. Kadi məsəl üçün daha çox sevilir, çünki uzaqdan zərbələri var. Zubir daha çox sevilir, çünki hərəkətlər edir, amma qara işləri Leandro Andrade görür. Yazıq o qədər sevilmir. Hər dəfə bu hansısa verişlərdə, özümüzün verişlərində bu misalı çəkirəm. Sən danışdığında o da ağlıma gəldi. Fransa əsas favoritlərdən biridir. Yəni bu oyun haqqında İraq heç nə yadda qalmadı. Sadəcə maraqlı ilə məqam 2 saatlıq o fasilə müddətində bütün azarkeşləri qasırğa səbəbindən stadiondan çıxartmışlar, stadionu tam boşaltmışlar. Amma o fasilədən sonra gördük ki, stadion doludur. ABŞ çox böyük problemlər yaşadır komandalara, məşqçilərə, belə deyək, futbolçulara. Məsələn, Türkiyə indi 0 xal toplayıb, heç bir problemimiz yoxdur. Sadəcə yerləşmə lokasiyamız çox pisdir. Bəlkə də bu bizə təsir edir. Belə futbolçular bir-bir belə açıqlamalar verirlər, amma nə belə hava deyir, o qədər çox təsir eləmir, amma o ərazi çox pisdir.
belə problemləri var, amma təşkilatçılıq baxımından çox fantastikdir. Yəni ki, bütün stadionlar dolur, həm Meksikada, həm ABŞ-da, həm Kanadada. 2 saat ərzində stadionu boşaltdın. Təzədən o həmin azarkeşə hara yığdılar ki, bütün stadion təzədən doldu da. Yəni gəl özümüzdən misal çəkək də. Yəni bizdə məsələn Azərbaycan Premyer Liqasının oyunlarında birinci 45 dəqiqədən sonra stadion boşalmağa doğru gedir. Fasilədən sonra çoxları çıxır gedir də. Amma qayıtmırlar. Amma burada onları müqayisə eləmək bir qədər düzgün deyil. Nə yox, insanların marağı bəlkə bilet çox bahadır. O dünya çempionatıdır, bu Azərbaycan çempionatıdır baxımından yox. Buradakı azarkeşlər öz evlərindədir. Bəli. Oyun maraqsız gəldi, çıxıb gedirlər o evlərinə. O boyda bilet alıb gediblər Amerikaya. Yəni orada nə olsa da, yəni oyun dayansa da o məcbur istər-istəməz oturub gözləməlidirlər onu ki, yəni o boyda pul verib gəlmişik bura. Ən ucuz bilet $2000'dır. Ən ucuz bilet dostlarımızdan biri paylaşmışdı sosial şəbəkələrdə. Ən ucuz bilet $2000'dan başlayır. Adicə bir oyuna, yəni ki Türkiyə ABŞ oyununa idi, səhv eləmirəmsə bileti paylaşmışdı. Bəs stadiondan poliomiyelit də düşsə, o azarkeş orada dayanıb baxacaq ki, boyda pul vermişəm, ara gedir. Keçən növbəti oyuna Norveç-Senegal qarşılaşması. Əslində mən düşünürdüm ki, Norveç rahat qələbə qazanar. Bəlkə də 3-1 hesabı təmin etmişdilər. Haalandın bir dənə boş qapıya vura bilmədiyi top var idi. Və amma 6 elədi xalın. Növbəti playoff işçilərindən biri böyük ehtimalda. Yəni ki, başqa bir şans yoxdur. Norveçdir. Fransaya uduzsalar belə bu qrupdan çıxıblar demək olar ki. Qrup növbəti mərhələyə hər iki komanda. Bəli, hər iki komanda çıxıb. Norveç də növbəti mərhələyə vəsədəni təmin edib. Burada qalır son turda qrup liderini müəyyənləşdirmək. Bu dünya çempionatında bir şey məsələn diqqətimi çox çəkdi. Şəxsi oyunlar xüsusi əhəmiyyət daşıyır. O baxımdan yaxşıdır. Məsəl üçün növbəti tur məsələn Fransa Norveçə 5 top vursa da, Senegal İraqa 10 top vursa da yenə də ikinci yer olacaq Norveç. Üçün şəxsi oyunları götürürlər. Şəxsi oyunlar. Və bu baxımdan maraqlıdır, yəni ki, amma son turda Norveç ilə Fransa son turda bir-birlərinə heç eləsələr, burada artıq top fərqi önə çıxır və burada da top fərqində də eləməz Norveçin son dəqiqələrdə Senegaldan buraxdığı bir gol son turda biraz problem yarada bilər Norveçə. Nə baxımdan? Yəni qrup liderliyi baxımından, amma istənilən halda play-offa vəsəqəni hər iki komanda təmin edib. Ona görə son turda mən inanmıram ki, əslində 8-də 1-də, 4-də 1-də, yəni Norveçlə Fransanın oyunu daha maraqlı alınardı. Səslənir, bəli. Bəli, amma son turda yəqin ki, komandalar bir qədər güclərini qoruyub, elə baş-başa verib play-offa yəni yollanıb, orada əsas heyət oyunçularını yəni qorusalar daha yaxşı. Gizli favorit dedin Norveç. Heyət baxımından o potensialdadırmı? Yəni favorit olsun və yaxud da çempionluğa, yarı finala vəsqə qazana bilsin. Sørloth, Haaland, Odegaard. Çempionluq baxımından düzdür gizli favorit sayılır, amma çempion olmaq üçün də bir qədər əslində tezdir. Amma 2018-ci ildə Xorvatiyanın finala kimi irəliləməyi, yəni ki, yəqin ki, hamının yadındadır. Həmin vaxtı da kifayət qədər favoritlər var idi ki, Xorvatiyanı heç kim gözləmir həmin çempionatda. Elə Messi, Argentina var idi, Ronaldo, Portuqaliya var idi, Braziliya var idi, Almanya var idi. Yəni Niderlandın özü idi, amma bu komandalar erkən mərhələlərdə mübarizəni dayandırdı. Hətta Almanya dünya çempionu kimi qrup mərhələsində mübarizəni dayandırdı. Bu səbəbdən də yəni Norveçdən də gözləmək olar. Yəni mən ən azı gözləyirəm. Hətta məncə 8-də 1 finalda səhv eləmirəmsə Braziliya ilə düşmək ehtimalı var Norveçin və soruşsalar kim? Norveç deyərəm. Məhz həmin oyunda, Braziliya ilə oyunda.
Günün ən maraqsız qarşılaşması etsəmimi etiraf edirəm ki, bu oyuna baxmaqdan ötürü, yəni səhərə qədər oyaq qalma heç kim qalmayıb böyük ehtimal Azərbaycanda. İndi bir şərtçilər bir də o məcburiyyət qarşısında bir də o FFV filan yəqin ki, baş qatmaqdan ötürü bu oyuna baxıblar, amma maraqlı oyun alınıb. 1-2 hesabı ilə. Hər halda orta səviyyəli komandaların oyunu idi. Yəni 2-1 hesablı qələbə. Yəni burada Əlcəzairin qələbəsinə daha çox yəqin ki Zinəddin Zidan sevindi öz oğluna görə. Amma biz maraqsız oyun deyirik. Öz xalqları üçün amma. Son turda, hətta öz xalqları üçün də yox. Yəni son turda hər halda qrup üçüncüləri arasında 3 xal qazanan komandalar. Təbii ki 4 xal, 5 xal qazanan komandalar avtomatik playoff'a yüksələcək, amma daha çox mübarizə 3 xal qazanılacaq komandalar arasında gedəcək və bu qələbə də hardasa Əlcəzairə yəni ümid yarada bilər. Açığı sonuncu turda Argentina Yordaniya ilə qarşılaşıb. Böyük ehtimal favorit Argentinadır. Messi qol sayını daha da çoxalda bilər. Avstriya Əlcəzair oyunu çox maraqlı ola bilər. Siz Avstriya HCC eləsə belə qrup ikincisini təmin edir. Çünki Yordaniya daha çox qol vurub. Əlcəzair də çalışacaq ki, Avstriyanı məğlub edib ikinci olsun. Amma belə xalları yarba-yarı bölüb. Elə HCC də Əlcəzair aslında qrup üçüncülüyü üçün. Yəni amma 8 komanda arasında top fərqinə görə bəzi komandalar, 4 xallı komandalar belə baxanda yox, hələ 8 komanda olmur. Ona görə bayaq onu da vurğuladım ki, yəni 4 xal qazanacaq komanda mən inanmıram ki kənarda qalsın. Kənarda qalsın. Çünki 12 qrupda yəni 10 komanda 4 xal qazanası deyil. Bəli. Yəni amma qruplar biraz elə gətirir. Çünki adicə Suudi Ərəbistanın da, Capo Verde'nin də qrup üçüncüsü kimi çıxmaq şansı var. Bu çıxmaq şansı var və nəzərə alsaq ki, son turda onlar bir-birlərinə məğlublar. Orada belə 4 xal olmağı mümkün deyil. Çünki istənilən hər iki komandanın daha doğrusu 4 xal olmağı mümkün deyil. Çünki istənilən halda Capo Verde qələbə qazansa 5 xal olur. 5 xal olur. Səudiyyə Ərəbistanı qələbə qazansa, onda Səudiyyə Ərəbistan 4 xal olur. 4 xal olur. Mənim fikrimcə həmin oyunun favoriti Capo Verde. Capo Verde'dir. Yəni o qrup barəsində bir dənə mənfi nüans var mənim üçün. Uruguayın 2 xal toplayıb sonuncu turda İspaniya oynayır. İspaniya böyük ehtimal əsas heyətlə çıxacaq. Çünki Uruguayla oynayırlar. İnandırıcı deyil, yəni İspaniya futbolçularına istirahət versin. Ümumiyyətlə İspaniyada düşünmürəm ki, yəni bir-birindən fərqli bir heyət olsun. İkinci heyət belə. İspaniyada orada bir xal kifayət edir, amma 3 xallı kimi o da kifayət edir məncə. Uruguayın sadəcə şans gətirə bilər ki, özləri İspaniyanı həccələyib, Capo Verde'ni də həccəl eləməyi gözləmək ki, bəlkə qrup ikincisi olaraq top fərqinə filana görə çıxa bilsinlər. O da çox çətindir. Baş yorur. Hər halda özləri özlərini işə saldılar. İlk turda Səudiyyə Ərəbistanı, ikinci turda Capo Verde ilə HCC, bu artıq bir siqnaldır. Məsələn, bu dünya çempionatında sən də maraqlı gəlir. Bu baş məşqçi fantastikdir filan deyən məşqçilərin işləri o qədər alınmır. Məsəl üçün Uruguayın baş məşqçisi amma çox tərifləyir piyasanı. Səudiyyə Ərəbistanla Capo Verde ilə HCC eləmək. Özü dünya çempionatının tək cərimə zərbəsindən qolu Uruguaya qarşı vurur. Capo Verde vurdu. Yəni gülməlidir. Musleraya da yox da, yəni. Ya Muslera da aslında qocalıb yəni ki, həmin Muslera deyil. Yəni ona görə məncə Uruguayın yəni elə dünya çempionatındakı macərası yavaş-yavaş başa çatır. Hətta playoff'a çıxsa belə, yəni sırf bu oyun tərzi ilə yəni çox uzağa gedə bilməyəcək. Ki biz 2010-cu ildə amma gülməli bir finala kimi gəlib irəliləmişdi. Amma gülməli bir stress ola bilər ki, Uruguay İspaniya olub, Capo Verde də Səudiyyə Ərəbistanı olsa, İspaniya ən yaxşı üçüncü ola bilər. O da ola bilər. Əslində həqiqətən gülməli bir stress olar. O da bir taktik ola bilər ki, yəni qrup üçüncüsü kimi gedib güclərlə düşsünlər. Onda da güclərlə düşürlər. Mənim üçün çox maraqlı oyunlardan biri Portuqaliya Özbəkistan saat 21:00-da qarşılaşacaq.
artıq yenə də Messi gol vurdu, Mbappe gol vurdu, hamı indi Ronaldo, hətta Haaland gol vurdu, 2 gol vurdu. İndi hamı Ronaldodan gözləyir. Bir çox mütəxəssislər fikirləşir ki, Özbəkistana toy tutacaq Portuqaliya. Bəziləri də fikirləşir ki, o Özbəkistan ilk xalın belə qazana bilər, hər şey ola bilər. Sən nə gözləyirsən bu oyundan? Yəni bu çempionat elədir ki, istənilən outsider, istənilən favoriti qüdrədə bilir və bilər. Amma bugünkü oyunda Özbəkistana qarşı olan simpatiyanı da Nəzərə alsaq, yəni istənilən halda məncə qələbə Portuqaliyanındır. Portuqaliya bu oyunda ancaq özü mane ola bilər. Necə ki, bundan əvvəlki, yəni ilk turda bunu eləmişdi Portuqaliya. Çünki bu turda da heç eləsə, yenə öz Uruguay kimi o da öz işini çətinə sala bilər. Bu səbəbdən ona görə də fikirləşirəm ki, Portuqaliyanın başqa əlacı yoxdur. Çünki Kolumbiya ilk turda qələbə qazanıb, artıq 3 xalı var və bu gün də bu turda heç etsə artıq növbəti mərhələyə bu UEFA vəsiqiyyət daha yaxın, daha şanslı olacaq. Və son turda da elə Portuqaliyanın oyunda yenə bir xal qazansa, Kolumbiya rahat yoluna davam edir və Portuqaliya artıq başı ağrıya bilər Portuqaliya. Amma Avropa çempionu olanda da Portuqaliya belə problemlərlə üzləşmişdi. Qrupu 3 xalla keçib və 3 ilə keçib. O bir taktikaydı. Çünki birinci dəfə idi o sağ tərəf, sol tərəf sistemi yaranırdı. Məncə onda Azərbaycanda da işləmiş, böyük işlərə uğrata bilməmiş Santuş bir taktiki gediş elədi ki, biz belə bu tərəfə düşək, daha rahat gedək. Orada ən çətin rəqib sonda Belçika idi. Belçikanın yarı finalda, Belçikanın çox fantastik bir nəsli idi də. Yəni ki, hamının 24-25 yaşı filan var idi. Bütün oyuncuların 26, nə bilim də belə orta yaş həddi təqribən 24-25 idi. Amma o Portuqaliya o Belçikanı məğlub edə bildi. Burada da nəsə bir şey var. Çünki sən düzdür, mən də artıq qəbul edirəm ki, Roberto Martinez o səviyyədə baş məşqçi deyil. Amma yəni Roberto Martinez də bu birinci qolu vurandan sonra komanda niyə müdafiəyə yatdı, niyə gözlədi, niyə çox hücuma atılmadı. Bir də bir şeyə fikir verdim. Qolu vuran Neves açıqlama verib ki, biz hamımız Ronaldoya ötürmə vermək məcburiyyətində deyilik, bunu hiss eləmirik. Sadəcə o boşda olur deyə biz belə bir ötürmələr etməyə çalışırıq. Bu Kongo ilə oyunda başdan ayağa baxdım. Ronaldoya hamı tələsir ki, Ronaldoya ötürmə verməyə çalışsın, Ronaldo qol vursun. Mən o verişdən sonra demişdim, onda mehman idi, səhv eləmirəmsə qonağımız, Affan əməkdaşı. Sanki Portuqaliyalılar da, bu futbolçular da görür ki, Argentinada Messi də qol vurdu, nə bilim, həmin bir gün qabaq Haaland da qol vurdu. Eyni senaryoda bunlar da çalışır ki, Ronaldo da qol vurdu və qol bizim qardaşlar, bizim böyük qardaşlar qol vursun, bir sakitçilik olsun. 3 epizodda sol cinahdan gəldilər, biri də sağ cinahdan gəldi, 4 epizodda tez bazar Ronaldoya pas ötürməyə çalışırdı. Bəlkə özləri girsəydi də vurardılar. Hesab bərabərləşəndən sonra ikinci hissədə artıq futbolçular ayıldı ki, yox biz gedib qabağa qol vurmalıyıq. Burada bir məsələ də var. Konqonun hamı zəif hesab edir, amma bütün heyət demək olar ki, İngiltərə Premyer Liqasında oynayır. Yəni bu Konqo həqiqətən efsane bir komanda deyil. Baxırsan ki, sən Manchester United'ın oyuncusu, Manchester United'ın yetirmələri, 2 yetirməsi, Van Bissaka, Tüsembe, Bakambu, Newcastle-da oynayır. Yəni elə belə futbolçular deyil də, yəni qolu vuran da Sunderland'da oynayır, səhv eləmirəm. O da Newcastle-da oynayırdı, Visa. Bütün heyət demək olar ki, İngiltərə Premyer Liqasının orta bağlarında oynayan bir komandadır. Yəni təbii ki, bu komanda parlamalıdır, normal bir oyun göstərməlidir və indi o oyuna gələcək. Mən bu oyunda Kolumbiyanın çətinlik yaşayacağını gözləyirəm. Yəni düşünmürəm ki, Kolumbiya Konqonu rahat şəkildə məğlub etsin. Yəni 3-4 top vura biləcək deyil. Yəni 1-0 falan ola bilər, çətinlik nə ola bilər. Amma Konqoda Portuqaliyadan xal alıb deyə istəkli olacaq. Portuqaliyadan xal. Bu oyunda heç eləsə Özbəkistanı məğlub eləsə 5 xal ikinci yerləri təmindir böyük ehtimal. Və elə bizim öz bir neçə həmkarlarımız da elə çempionatdan əvvəl ilk turdan sonra da
yəni qeyd edirdilər ki, Portuqaliya yəni bu mövsüm Portuqaliyanın çempionluğuna ancaq Ronaldo mane ola bilər. Düzdür, o da ola bilər. Yəni sırf ya özünün o qol vurmaq istəyinin aşırı olmağı və yoxud da o komanda yoldaşlarının elə ötürməni eləyək, bu Ronaldo qol vursun, yəni düşüncəsi Problem bir yaradır. qədər problemlər Amma yaradır. ayağına da top gəlmədi. Gərək məsələ burasındadır ki, 2 dənə qapıya zərbəsi var, ikisində də özü ayağını soxdu. Yəni hətta orada zədələnə bilərdi 2 epizodda da. Və mən oyundan sonra hansı həmkarlarım çöldə söhbət edəndə, yəni Berişdən kənara söhbət edəndə dedi ki, xəbərim var ki, demək Vitinha, Bruno Fernandes, bir də hansı oyuncu, João Neves. Bu üç futbolçu Ronaldoya ötürmə eləməyiblər. 90 dəqiqə ərzində bir dənə də olsun ötürmə eləməyiblər. Düzdür, Portuqaliya mediası da, dünya mediası da yazır ki, Fernandes və Ronaldo arasında yenə problemlər var, yenə kapitanlıq söhbətləri, liderlik söhbətləri. Portuqaliya ilə Argentinanın problemi bax məsələ burasındadır ki, siz Messi və Ronaldo, Messidən ötürü bütün Argentina millisi böyük qardaş hesab edir, kapitan hesab edirlər. Onun ətrafında sıx birləşirlər və Messiyə 5 qol vurdururlar. Dünən ikinci qola diqqətlə fikir verdin, özü vura bilərdi. Gördü, Messi çətin vəziyyətdə idi. Yenə də ona ötürmə elədilər. Messi vurdu, qayıtdı, təzədən qabağına düşdü, qol oldu. Biraz da elə ki, idman bəxti var Messidə. Top ayağına, maqnit var da, ayağına yapışır. Portuqaliya da birə, amma yəni onsuz da son mundialıdır da, yəni ki, Fernandes qoy oynayın da, rahat çempion olun. Yəni Ronaldo özü də başa düşməlidir. Bəlkə ehtiyatda oturub 5-10 dəqiqə oyuna qalmış girsə, eləsə, uşaqlar işləri həll sonradan edər. meydana daxil olsa, Ronaldo daha faydalı əslində ola bilər. Çünki hər halda yaş bir qədər yox, artıq xeyli öz sözünü deyir. Amma Messi məşqçilərin seçimi bu mundialda normal təsir bağışlayır da. Bundan qabaqki mundialda normal təsir bağışlamırdı. Dünya çempionu, amma hamı Messi'nin dünya çempionu olduğunu dedi. Yəni eyni şeyi Ronaldo da edə bilər də. Yəni ki, normal üçün ötən oyunda Messi 60-cı dəqiqə, 70-ci dəqiqədə çıxdı oyundan. Başqa futbolçulara şans verdilər. Amma Ronaldo 90 dəqiqə qaldı və yaxşı təhlillər də var. Yəni çox vaxt ofsaytı çox pozurdu. Dəhşət şey, ofsaytda qalırdı. Sanki elə bir ki, belə deyək də 6-6-ya futbolda, yəni özümü təsəvvür edirdim orada ki, mən qalıram qabaqda, amma bizdə ofsayt yoxdur da. Uşaqlar pas ötürüb vurmağa çalışırıq, qaça bilmirəm. Ronaldo da düz yaş olaraq eyni yaşda deyirik, onda 42 yaş, məndə 30, amma özümü gördüm oradakı. Yəni onun peşəkar futbolçu deyir, amma o qayıtmaq lazımdır da heç olmasa. Bəzən məşqçilər də qorxurlar futbolçular. Tək söhbət burada Ronaldodan getmir. Yəni daha ulduz futbolçulardan sanki çəkinirlər, qorxurlar. Belə nə də olmasalar, Roberto Martinez onsuz da indidən istefa verib. Dünya çempionu olsalar belə olsalar da olmasalar da Martinez gedir. Bəlkə də bu söhbətlərə görə deyilir ki, artıq bezdir. Yəni belə Özbəkistanın məncə şansı yoxdur bu oyunda. Bu oyunda 2 dənə sütiyəsi ola bilər. Ya 6-7-dən top vuracaqlar. O Şimali Koreyaya 7 dənə top vurmuşlar. Orada da daha çox Ronaldo vurmuşdu. Hətta Çinin azaddan qovulmuşdu. Ya o tip də olacaq. Ya da 0-0. Ya 0 ya da Özbəkistan tarix yazacaq. Yəni Portuqaliya Martinezi, yəni bu Ronaldo, Fernandes, Martinez söhbətləri qurtarmaqdan ötürü belə bir biabırçı olacaq da. Amma mən nəsə fikirləşirəm ki, yox, birinci ehtimal daha böyükdür də. Yəni 6-7 top, 5-6 top da belə bir şey. Özbəklər də qardaşlarımızdır. Ümid edir ki, o olmaz. Amma bu riyaziyyatçı var da, bilirsən də 3 mundialdır. Niderlandın çempionu olacaq. Niderlandın bu oyundan Niderland göstərir ki, çempionluğa layiqdir, yəni açığı. Bütün Portuqaliyada bu bir taktika da ola bilər. Həm də belə bir şey var idi. Mən həmişə deyirəm, bütün şeylərdə bizim vaxtımızdan 8-də 9-da olan oyunlar Amerika, Meksika, Kanada vaxtı ilə saat 12-1-2 arasındadır. Elə bir ki, Yevraqda Kəpəzlə tutaq ki, Neftçi ya Qarabağ qarşılaşır və ora tutaq ki, Kəpəz alışıb o situasiyaya, amma o birisi rəqiblər alışmayıb və bütün böyük komandalar bir dənə Fransadan başqa həmin saatlarda keçirilən oyunlarda məğlub oldular.
Fransanın da qələbə qazanmağının səbəbini açıqladım. Çünki Fransada normal Avropalı yoxdur. Yəni hamısı Afrika kökənli futbolçulardır və o havaya, o rütubətə alışıblar. Belə Portuqaliyadan və Kolumbiya millisinin oyunlarından danışdıq. Maraqlı görüşlərdən biri İngiltərə Qana qarşılaşmasıdır. Hər iki komanda ilk oyunda qələbə qazanıb. Qana bir xal belə almağa çalışacaq. Çünki növbəti tur əsas favoritlərdən biri olan Xorvatiya ilə qarşılaşacaq deyə, İngiltərənin işi asandır, Panama ilə qarşılaşacaq deyə bundan istifadə edib qana xal alıb heç olmasa ən yaxşı 4-cü olmağı garantiləyə bilər, üz üstə 3-cü olmağı garantiləyə bilər. Amma İngiltərədə çox fantastik oyun oynayır. Tuchel çox oyuncuları gətirmədi. Cole Palmeri gətirməməyi bütün nə bilim biz əvvəllər elə bilirdim bizim media sərt şəkildə yazır da klubları filan, millini, amma yəni Zesandır, Times'dır, adımdan çıxdı, Daily Mail'dir. Yəni Tucheli məhv edirlər də. Yəni bilmirəm Chelsea ilə əməkdaşlıq edirlər, nədir ola bilər. Amma yəni həqiqətən yəni Amma birinci oyun onu göstərdi ki, Madueka süperdir. Dəhşət süperdir. Fantastikadır. Bayaq dediyim söhbət ki, yəni sırf Tuchel o adlardan qorxmadı. Və Tuchel o adları siyahıdan çıxardanda bunu yəni media tərəfindən nələr gözləyəcəyini yəni gözə almışdı. Amma oyunda da ilk oyunu ilə və qrup mərhələsində ən çətin oyunuydu. İngiltərənin həmin oyun ki, yəni Xorvatiya ilə oyunda bir daha özünü göstərdi ki, yəni mən komandanı daha yaxşı tanıyıram və futbolçunu adına görə yox, mənim seçəcəyim taktikaya görə saxlayıram komandada. Bu futbolçu mənim taktikama uyğun gəlmirsə, mənim işimə yaramırsa, belə deyək, bu flankəsdir deyə mən onu dəvət saxlamıram həqiqətdə. Bu söz-söhbətlərin qarşısını ancaq İngiltərənin çempionluğu ala bilər. Yəni hansı nəticədə? Yox, mən inanmıram. Yəni elə fikirləşmirəm ki, çempion olmasa hamı qınayacaq. Elə dediyim kimi, Xorvatiyanın oyundan sonra artıq fikirlər dəyişmişdi və bir neçə başqa media yəni bunu vurğulamışdı ki, yəni oyun onu göstərdi ki, Tuchel doğru seçim edib. Hər halda Kane 2 qolunu vurdu. Son dəqiqələrdə komandasını qoldan xilas elədi. Hətta Rashford fərqləndi, Bellingham fərqləndi. Yəni oyun da 4 qol vurdular. 4 qol vura bilərsən, amma ola bilər ki, sənin heç oyunun alınmır, amma qapıya hardan zərbə vurdun, gəldin, amma oyun da oynadılar. Bir period oldu ki, 6-7 dəqiqəlıq qapıcı Livakovic 4 top çıxartdı. Bir neçə epizodda 4 top çıxartdı. Hesab daha böyük ola bilər. Daha çox ola bilərdi. Livakovic fantastik oynadı. Bir də burada bir məsələ var. İngiltərənin müdafiəsi də, yəni Xorvatiya yaşlı komandadır. Yaş ortalaması artıq o 29, onda 6-dır yoxsa 30-dur, belə bir şeydir. Buna rəğmən müdafiəni yara bildi. 2 top Xorvatiyadan 2 top buraxmaq da düz deyək, Xorvatiya güclü komandadır, amma yaş ortalaması yüksək bir komandadan müdafiəni çatdırmadığı da görsənir. Əgər Xorvatiyaya sən bu gün 2 top buraxırsansa, yəni məsəl üçün deyirəm, Haalandlı, Sörlotlu, Odegaardlı Norveçdən daha böyük təhlükələr gözləyir. Yəni Tuchel bunu da fikirləşməlidir. Bir də yaxşı bir motivasiyası var. Yəni mətbuat konfransında açıqlama verib ki, fasilədə yaxınlaşdım, Kane'ə 2 qol vurmuşdu. Dedim ki, boyun uzada bilər, amma sən zor oğlansan, sən bomba futbolçusan. Səndən yaxşı hücumçu yoxdur. Bilməm, o siyasədə onu indi məşqçi işi falan başqa, jurnalist işi başqa. Yəni o siyasədə onu deməyi özünə yaraşdırıbsa, özünü düşünübsə, gedib Kane'ə onu motivasiya verəcək şəkildə deyibsə, yəni bundan yaxşısı həqiqətən yəni fantastik bir şeydir də. Yəni ki, bu 2 qol vurub, komanda yükü bomba oyundadır. Gedim bunu biraz da motivasiya edim ki, yenə də yəni, olsun. Hər məşqçinin bir taktikası var. Bir taktika deyəndə burada sırf oyun taktikasından getmir. Yəni komandaya yanaşma taktikadan gedir. Tuchel məsəl üçün Bayern Münchenə gəldi və orada heç nə ilə yadda qalmadı. Yox, əksinə
Nagelsmanın yerinə gətirdilər onu. Nagelsmanın yerinə gələndə komanda Çempionlar Liqasının 8-də 1 finalında PSG-nin mübarizədən dayandı, kənarlaşdırmışdı. Almanya kubokunda mübarizəni davam elətdirirdi və Almanya çempionatında da birbaşa lider idi. Bəli. Hansı səbəbdən onu hələ də bütün dünya heç yəni başa düşmür ki, orada niyə Nagelsmanı çıxardıb Tucheli gətirdilər. Gələndən 4-5 oyun sonra mı artıq Çempionlar Liqasından da vidalaşmışdı, kubokla da vidalaşmışdı və Almanya Bundesliqasında 2-ci yerdə və ya 3-cü yerə kimi enmişdi. Bəli. Yəni klub olaraq Bayern Münchendə alınmamışdı. Amma nəzərə bir məqam da var ki, ondan bir il əvvəl Chelsea-ni çempion eləmişdi və ondan əvvəlki ildə PSG-ni finala yüksəltmişdi, finala kimi gətirmişdi. Yəni olur, yəni hər məşqçinin bir yanaşması var. Bu yanaşmada hansısa futbolçulara keçir və hansısa futbolçulara keçmir. Bayern Münchendə keçməmişdi, PSG-də, Chelsea-də keçib və görünən odur ki, İngiltərə millisində də bu yanaşma, bu taktika yəni işə yarayır. Ona görə də İngiltərəndə mən inanmıram ki, hansısa 8-də 1 finalda da dayanacağını düşünmürəm. Məncə İngiltərə millisi ən azı 4-də 1 finala kimi gedə bilər. Günün son oyunlarından biri Panama-Xorvatiya arasında olacaq. Deyirik ki, Rodrik Müller bu oyunda iştirak edər. İlk oyunda baş məşqçilərə şans verməmişdi. Böyük ehtimal qarşılaşmanın favoriti Xorvatiyadır. Xorvatiya da yoluna davam etmək istəyəcək. Çünki son turda bu oyunda qələbə qazanıb, son turda Qana ilə münasibətlərə aid edilmək lazımdır. Bu oyun barədə xüsusi danışmağa gərək yoxdur. Mən bir sual vermək istəyirəm. Hamı düşünür ki, 48 komandalı çempionat o qədər də maraqlı deyil. Sən necə düşünürsən? Razıyam. 32 normal idi da, yəni. Verilişinə əvvəldə də qeyd etdiyim kimi, yəni əvvəlki çempionatda komandalar ən azı ilk 2 turda daha çox güclərini ortaya qoyurdular ki, 8-də 1 finala vəsiqəni təmin eləsinlər. Heç olmasa 3-cü turda bir qədər ehtiyat qüvvə ilə çıxsınlar ki, 8-də 1 finala qədər əsas oyunçulara istirahət versinlər. Amma indi çempionat başlayır, ilk oyunda qələbə qazanırsan, böyük hesabla qələbə qazandınsa, vəssalam, bütün hər şey bitdi. Tutalım, Almanya millisi birinci oyunda 7-1 hesablı qələbə qazandı. Ötən tur Côte d'Ivoire 1-0 uduzsaydı belə, son turda da orada digər rəqib Ekvador Côte d'Ivoire 1-0 uduzsaydı və son turda Ekvadora belə uduzsaydı, ən pis halda ən yaxşı 3-cü kimi mübarizəni davam etdirə 8-ci ən yaxşı 3-cü ola bilər. Ən yaxşı yəni 3-cü kimi mübarizəni davam etdirə bilərdi. Bu səbəbdən də biraz oyunlarda o qığılcım, mübarizlik azdır. İndi son turda play-off'a vəsiqə təmin edən komandalar heç, amma şansları qalan komandalar arasında keçiriləcək oyunda biz hardasa bu qığılcımı görə bilərik. Açığı məndə o da çox az olacaq. Bəli. Açığı məndə 48 komandalı çempionatın biraz maraqsız olduğunu düşünürəm. Yəni səmimi etiraf eləmək lazımdırsa, bu mundialda 3 dənə oyunu nəfəsim tutularaq istəmişəm də, yəni belə wow bir futbol olub. İngiltərə, Xorvatiya oyunu, Türkiyə, Paragvay oyunu, bir də Portuqaliya, Kongo oyunu. O da Portuqaliya, Kongo oyunu, mən özüm Portuqaliya azarkeşiyəm, ona görə komandam xal itirirdi, ona görə Türkiyə demək olar ki, Azərbaycan da, Azərbaycan Türkiyədə, həqiqətən də oyun çox yaxşı oynadı Türkiyə milli komandası. Bax gətirmədi. İngiltərə, Xorvatiya oyundakı, yəni bir futbol sevər, hansısa bir futbol sevərdən soruşsan, kimsə deməsi yox, bu oyun maraqsız idi. Orada bir oyunda var idi, Niderland, Yaponiya. O oyunda, amma o oyunda Yaponiya o qədər Xorvatiya kimi belə mübarizə aparmırdı. Xorvatiya gördü gücü çatmır. Əksinə orada mən texniki baxımdan Xorvatiya yaxşı oynadı. Texniki baxımdan yaxşı oynamaq bəlkə də hardasa,
Amma mən ümumilikdə məsələn iki komanda arasında seçim etməli olsam, sırf daha çox irəliləyə biləcək. Mən Yaponiyanın üstün tuturam. Niderlanddan mı? Xorvatiyadan. Ha təbii ki, Yaponiya Futbol Federasiyası o da biraz qəribə situasiyadır. Bu mundialdan öncə federasiya rəhbərləri ümumiyyətlə mediada çox maraqlı hadisələr gedir də. Yəni bilməm izləyirsən yoxsa yox. Yaponiya Futbol Federasiyası turnirin başlamağına 4-5 gün qalmış deyib ki, biz dünya çempionu olacağıq. Yəni bunu əvvəlcədən deyə bilərdin, nə bilim də futbolçulara əlavə bir yüklənmə kimi də ola bilər də. Yəni çünki sən Yaponiyasan da. Yəni hələ düz deyir, Yaponiyada demək olar ki 2002-ci ildən bəri, hətta ondan qabaq 2000-dən başlayaq da. Çünki 2002-də o üzərində dünya çempionatı keçirildi. 2000-dən 26 ildir ki, futbolla bağlı çox yaxşı layihələr keçirilir. Çox irəliləyiş. Bəli, irəliləyişlər var. Avropaya çoxlu futbolçular göndərirlər. Bunların da hamısının səbəbi dövlətin özünün bir strategiyasının olmağıdır. Və bir də Yaponiya bu dünya çempionatından məncə niyə dünya çempionu olmaq istəyir adı ilə gəlir. Çünki Yaponiya fantastik bir layihə təklif eləmişdi, bilməm dünya çempionatına bağlı. Ya Yaponiyada seçiləcək, ya bu üç ölkədə FIFA qəbul etmədi. Yaponiya deyirdi ki, dünyanın istənilən stadionlarında, böyük bir stadionlarında, tutaq ki, Bosda, mən süni intellektlə onu azarkeşləri rəsmi olaraq yığırıq stadionlara, bütün ölkələrdə hamı pul qazanır. Mən oyunu süni intellektlə sanki o stadionda oynanmış kimi göstərirəm və bütün sözün əsl mənasında dünya çempionatı olur da bu. Sözü FIFA bunu qəbul eləmədi və hamıya da çox yaxşı pul qazandıracaqdı. Böyük ehtimal Yaponiya bu FIFA-dan acıq çıxmaqdan ötürü Futbol Federasiyası belə bir açıqlama verib ki, biz dünya çempionu olmağa gəlirik. O məntiqdən də ola bilər. Belə son sözlərin konkret olaraq indi bilirəm azarkeşsən, Almaniyanın çempion olmasını istəyirsən, amma nə gözləyirsən bu dünya çempionatında? Şükürlər olsun ki, bir dənə zədə var ümumilikdə. O da Kanada. Kanada kimi məğlub elədi. O oyunda ayağa qırıldı. Böyük, ağır zədələr oldu, amma yəni elə bayaq qeyd etdim, Almaniyanın özündə müdafiəçi. Bəli, o da zədələndi. Hətta mundial başa çatdı. Bəli. 2 zədə var. 2 dənə böyük zədə var, amma mənim fikrimcə, indi bilmirəm bu fikirdir, yoxsa istəkdir. Mən bu çempionatda 66-cı ilin təkrarını deməyək, revanşını görmək istəyirəm. İngiltərə-Almaniya finalı. Abi Tofiq Bəhramovumuz yoxdur. Tofiq Bəhramovumuz olmadığı üçün də yəqin ki, bu çempionatda əgər bu final təkrarlansa, Almaniya qələbə qazanacaq. Amma onlardan da, İngiltərədən də, Almaniyadan da daha heyət baxımından güclü komandalar var. Amma futboldur, heç də hər zaman daha heyət baxımından daha güclü komanda çempion olmur. Daha düzgün yol seçən, bəzən də bəxti daha çox gətirən komandalar çempion olur. Ona görə də mən Almaniya-İngiltərə deyirəm final. Amma kim olacaq, onu zaman göstərəcək. Kaş ya Əliyar Ağayev ya da ki Elçin Məsiyev hər hansı bir hakimimiz də olardı, finalda o idarə edərdi. Heç olmasa 4-cü hakim olardı. Yəqin ki, gələcəkdə nə vaxtsa o da olacaq əlbəttə. Eybi yox, inşallah gələcəkdə olar. Çox sağ ol ki, gəldin, dəvətimizi qəbul edin. Mən də dəvət üçün təşəkkür edirəm. Minnətdaram, sağ olun, salamat qalın. Gəlin görüşdə də görüşmək üzrə.